İl yarım. Harısı 200 min, 300 min pul düşmüş. Belki de çox. Evin kirayəsinin pulun vaxtıydı, 1000 manat pulum var idi əlimdə. 1000 manatı yarım saat içində qoydum proqram oyununa. Bir də gördüm ki, heç nə yoxdur. Son vaxtlar bu asıllıqdan əziyyət çəkən qadınların sayı artır. O da onlardan biridir. Mənim elə bir şeyim vardı ki, güya mən özümdə şuuraltı belə bir şey eləmişim. 5-6 bazar ki, mən udururam. 5-6 bazar çox küllü miqdarda pullar qoydum. Səhər açılandan gecə səhərə qədər oynayırdım. Onun kimi onlarla qadın var. Son zamanlar reabilitasiya mərkəzlərinə qumar asıllığı ilə bağlı müraciət edənlərin sayı artır. 5 zəng gəlirsə gün ərzində onlardan ikisi demək olar ki, xanımlardır. Yəni xanımlar çoxdur. Yəni hal-hazırda bu işlərdə otururlar, işində, nə bilim, ailədə bekar otururlar bu telefonla. Bütün günü ancaq bu bir dənə elə bir ki, knopkaya, düyməciyə, yəni basmaqla bunlar elə bilir ki, yəni milyon qazanacaq. Sonunda da hamısı borcdan xərcdən nəticələnir. Qadınlarda da əsasən, yəni bunlarda nədən başlayır? Tez pul qazanmaq növü kimi olur. Bir də ki, bir çox qadınlarda bizə gəlib müraciət edənlərdə ikili xəstəlik sonradan yaranır. Yəni həm qumar asılılığı, həm də kimyəvi maddə asılılığı. Reabilitasiya mərkəzinin rəhbəri Anar Əliyev deyir ki, bu asılılıqdan əziyyət çəkənlər utandıqlarından xəstəliklərini gizlədirlər. Amma bu sonra daha ağır fəsadlara yol aça bilər. Bu qərar verib reabilitasiyaya gəlmirsə, sağalmağa qərar vermirsə, bunların ki, çöllü borcları var. Məsələn, insan var ki, bunun 50 min borcu yığılıb. Həmin o borcu ki, bu öz aləmində elə bilir ki, bu gecə ilə hansısa bir məbləğ pulu qoyacaq, həmin o pulu udacaq və yenidən borcdan bağlayıb gələcək. Bir aydan sonra aylıq ki, 20 min borc olub 40 min, 40 min olub 80 min. Bu bir neçə qumarlar var ki, hansı bilirik ölkəmizdə onlar qanunsuzdur, amma hansısa yollarla reklamları gedir, telefonlara gəlir o reklamlar. Buradan da müraciət eləmək istəyirdik ki, yəni dövlət bunun qarşısını alsın. Güclü qadınlar yalnız mübarizə aparanlar deyil, düşdüyü çıxılmazdan çıxmağı seçənlərdir. Qumarla savaş da məhz bu cür bir seçimlə başlayır, deyə reabilitasiya mərkəzinin rəhbəri bildirib. Fidan Əsədli, Rafael Əliyev, Xəzər xəbər.